Çünki bu nəsil elə bir nəsildir ki, onlara dediyiniz sözün altında bir nə sualı durur, niyə sualı durur, mən bunu niyə belə etməliyəm? İnsanlarda bir ali təhsilə meyillilik daha çox görürəm. Yəni sən mütləq orta məktəbi bitirib ali təhsil almalısan. Çünki peşə seçimi bu karyera seçimi deyil. Biz çox vaxt peşə seçimi və karyera seçimi anlayışlarını qarşılaşdırırıq. İnsan hansısa bir peşədə işləyə bilər. Amma o özünü o peşədə tapmırsa, o heç vaxt xoşbəxt olmayacaq. Nə məktəb, nə də universitet bugünkü iş dünyası üçün hazır mütəxəssis yetişdirmir. Yəni yaxşı mütəxəssis ola bilərsiniz, amma yaxşı işçi kimi biz sizi komandada saxlaya bilməyəcəyik. Ona görə də Xanım, xoş gəlmisiniz. çox sağ olun, təşəkkür edirəm. Necəsiniz? Necə hiss edirsiniz özünüzü? Çox yaxşı, çox əla. Çox Səlim xoşdur xanım. burada olmaq. Mən qarşılıqlı xoşdur. Çoxdan gözlədiyim qonaqlardan birisiniz. Səlim xanım, bizim bu təhsil insan inkişafı zəncirinin çox önəmli, kritik bir yerində yerləşirsiniz. Belə ixtisas olaraq, sahə olaraq. İstəyirəm ki, başlamazdan əvvəl özünüz haqqınızda sizi tanımayanlar üçün məlumat verəsiniz. Mən Sevinc Qarakişiyeva, təxminən 20 ildən çoxdur ki, insan resurslarının idarə olunması sahəsində fəaliyyət göstərirəm və 2010-cu ildən etibarən də təlim və inkişaf mütəxəssisi olaraq çalışıram. Öz işimi həddindən artıq çox sevirəm. İnsanlarla, gənclərlə ünsiyyət qurmağı, onları inkişaf etdirməyi çox sevirəm. Bu qədər. Sevinç xanım, insan resursları sahəsində işləyirsiniz və bizim təhsilin yetişdirdiyi universitet, məktəb, bağça hamısının birlikdə yetişdirdiyi bu son hazır məhsulla tanış olursunuz, belə deyək, insani götürsək. Sualım bundan ibarət ki, ilk sualım bundan ibarət. Necədir vəziyyət sizcə? İndiki gənclər necədir? Ümumi bir sual verim. Əslində indiki gənclərlə bağlı çox fərqli fikirlər var. Misal üçün həmkarlarımla da bu məsələləri müzakirə edərkən və yaxud da ki, iş yerində olan digər insanlarla bu məsələni müzakirə edərkən yeni nəsil haqqında ikili fikirlər var. Bunu da yəqin ki, siz çox tez-tez eşidirsiniz. Bir qism yeni nəsli ümumiyyətlə qəbul edə bilmir ki, onlar çox özlərindən razıdırlar, həddindən artıq çox sərbəstdirlər, rahatdırlar. Heç nəyi bəyənmirlər. Heç nəyi bəyənmirlər, iddiaları həddindən artıq çoxdur, tənbəldilər və s. Mən açığı bir mənalı olaraq bildirmək istəyirəm ki, mən bu fikirlərlə qəti şəkildə razı deyiləm. Niyə sevirsən? Çünki bu nəsil həddindən artıq çox, belə deyək də, məlumatı olan, dinamik bir, belə deyək də, dövrdə yetişən bir nəsildir və ümumiyyətlə o nəsli, misal üçün 97-2013-cü illərə qədər olanları, belə deyək də, biz əgər Z nəsli, milleniallar adlandırırıqsa, 2013-2025-ci ildə olanlar isə artıq alfa nəslidir. Hansı ki, onlar indi hal-hazırda bağça və ibtidai siniflərdə təhsil alırlar. Alfa nəsil necə olacaq? Mən artıq onu belə deyək də, deməyə belə qorxuram. Çünki mən yenə deyirəm, mən o nəsildə ancaq müsbət tərəflər görürəm. Mən o nəsildə demək olar ki, bəli, ola bilər mühitin tələb etdiyi müəyyən bir sərbəstlik var, müəyyən bir rahatlıq var. Amma ki, mən o nəsli düzgün şəkildə istiqamətləndirilsə, çox böyük bir işlər görəcək potensiallı bir, belə deyək də, nəsil kimi görürəm. Onlarla, belə deyək, çox görüşmüşəm. Çünki müxtəlif təcrübə proqramlarına qatılanlar olub, artıq universiteti bitirib iş həyatına atılanlar olub və sözün əsl mənasında müsahibə prosesində belə böyük bir zövq almışam. Və ən maraqlısı olub ki, onlar mənim bir növ belə deyək də, övladlarım yaşındadırlar. Amma daha gənc deyək ki, mənim komanda yoldaşlarım, yox, Sevinç xanım, bu hərəkət bizim xoşumuza gəlmədi, deyirəm, yox, bu hərəkət məhz mənim xoşuma gəldi. Bəlkə də bu nədən irəli gəlir? Ola bilsin ki, ümumiyyətlə psixoloji olaraq bəzi, belə deyək də, insanlarda o gəncliyində yaşamaq istədiyi müəyyən bir şeylər var ki, onları yaşaya bilmir və onu başlayır, belə deyək də, hansısa bir şəkildə istəyir ki, onu görsün. Bəli, o bəlkə ola bilsin ki, bizim nəsil, yəni mənim həm yaşıdlarım həmin o sərbəstliyə, həmin o rahatlığa malik olmayıblar deyə, məndə həmin o rahatlıq və sərbəstlik gənclərdə görəndə o çox mənə müsbət təsir bağışlayır. Mən yenə deyirəm, mən bunu hansısa bir, belə deyək də, inadkarlıq kimi, tərbiyəsizlik kimi qiymətləndirmirəm. Əksinə, onlar özlərinin nə istədiklərini bilir. Onların konkret olaraq bir məqsədləri var. Sadəcə bizim üzərimizə düşən nədir? O məqsədləri düzgün şəkildə yönləndirməyə, onlara dəstək olmaq və bunu hökm şəklində, hansısa bir
necə deyərlər, əmr şəklində yox, onları başa salaraq, onları belə deyə də inkişaf etdirərək etdirmək. Çünki bu nəsil elə bir nəsildir ki, onların hər bir belə deyə də onlara dediyiniz sözün altında bir nə sualı durur, niyə sualı durur. Mən bunu niyə belə etməliyəm? Mən bunu belə etsəm bu mənə nə verəcək? Və məntiqli şəkildə, zəncirvari şəkildə bunları onlara başa saldıqda siz doğrudan da sözün əsl mənasında belə deyək də çox yaxşı bir gənc kadr yetişdirmiş ola bilərsiniz. Mənim bir mənalı bu nəsil haqqında fikirlərim belədir. Burada çox yaxşı bir şey dediniz ki, biz bu gənclər niyəni bilir. Çünki əvvəllər nəyə öyrəşilmişdi ki, dedim elədim, Bu hökmdür, bəli. hökmdür. Bəli. Hə, dedim və salam. Buradan başlamaq istəyirəm mən sizdən. Bəs təhsil perspektivi olaraq eyni sualı biraz daha spesifikləşdirib verəcəm sizə indi. Dediyim kimi biz bağça, məktəb, universitet və s. burada hazırlayırıq bu insanları, kadrları, gələcək kadrları deyək. Onlar işə bəs hazır vəziyyətdə gəlirmi? Sizcə lazım olan bacarıqları biz sistem olaraq onlara verə bilirikmi? Mövzuya mən əgər belə deyək də biraz geniş baxsam, mən açığı əvvəllər elə fikirləşirdim ki, Azərbaycanda ali təhsillərin sayı həddindən artıq çoxdur, amma kiçik bir Azərbaycan üzrə araşdırma etdim və məni çox təəccübləndirən bir statistika ilə qarşılaşdım ki, sən demə Azərbaycanda hər 1000 nəfərə düşən ali təhsillinin sayı 140 nəfərdir. Bu məni çox təəccübləndirdi. Mən bu rəqəmi daha çox gözləyirdim. İkinci bir məsələ isə Azərbaycan çox təəssüf ki, 2022-ci ilin məlumatlarına görə MDB respublikaları arasında hər 10.000 nəfərə düşən ali təhsilin sayına görə ən axırıncı sıralardan birində durur. Yəni bu mənim üçün açığı deyim sizə ki, çox təəccübləndirici bir belə deyək fakt olmuşdu. Nəyə görə? Çünki mən son dövrlərdə ümumiyyətlə mənim özümün də məktəbi bitirib və artıq bu test üsulu ilə imtahanların verilməsi dövrü gəldikdən sonra insanlarda bir ali təhsilə meyillilik daha çox görürəm. Yəni sən mütləq orta məktəbi bitirib ali təhsil almalısan. Amma bu ali təhsil hansı sahədə olmalıdır? Sən ümumiyyətlə istədiyin sahəni seçməyə sənin üçün şərait yaradırlarmı məktəbdə bir belə deyək də şagird olaraq? Bu məsələlər demək olar ki, müzakirə mən o qədər də olunduğunu görmürəm. Ələlxüsusda misal üçün indiki dövrdə belə bir tendensiya mən görürdüm ki, hamı ali təhsilli olmalıdır, amma bu ali təhsil hansı belə deyək də şəkildə bizə fayda verəcək, biz bunu fikirləşmirik. Misal üçün mənim öz təcrübəmdə təlimçilik fəaliyyəti dövründə belə bir halla mən rastlaşmışam 2 dəfə ki, özünüz bilirsiniz ki, tibb universitetində təhsil almaq çox çətin bir məsələdir və orada belə deyək ən ağır təhsil formalarından birisidir. Mənim təcrübəmdə 2 dəfə olub ki, tibb universitetini yaxşı qiymətlərlə, fərqləməklə bitirmiş şəxslər HR-a keçid edirlər. Və mən təəccüblə soruşmuşam ki, axı siz nə üçün həkim kimi fəaliyyət göstərmirsiniz? Çünki bir çox insanlar həkim olmaq istəyirlər. Bu bizim valideynlərimizin seçimi idi, bu bizim seçimimiz deyildi. Və mən söhbəti hara gətirmək istəyirəm? Ümumiyyətlə məktəblərdə bugünkü günü şagirdlərin karyera seçimləri ilə bağlı hər hansı bir belə deyək də mərkəzlər fəaliyyət göstərirmi? Ümumiyyətlə məktəblərdə şagirdlər karyera seçimi üçün düzgün şəkildə istiqamətləndirilir?mi? Deyək ki, 9-cu sinif bu əslində əsas belə deyək də baza təhsili sayılır. 9-cu sinifdən sonra 10-11-ci siniflər isə bu artıq belə deyək tam təhsil bazası və ondan sonra isə artıq ali məktəbə getmək üçün bir addımdır. Düzdür? Yəni artıq 9-cu sinif və 9-cu sinifdən sonra bu şagirdin hara gedəcəyi bir növ məktəbin də dəstəyi ilə müəyyən edilməlidir. Çünki peşə seçimi bu karyera seçimi deyil. Biz çox vaxtı peşə seçimi və karyera seçimi belə deyək də anlayışlarını qarşılaşdırırıq. İnsan hansısa bir peşədə işləyə bilər, amma o özünü o peşədə tapmırsa, o heç vaxt xoşbəxt olmayacaq. Ona görə də məsəl üçün birinci növbədə misal üçün məktəblərdə bu karyera seçimləri ilə bağlı, bu şagirdlərin gələcək hədəfləri ilə bağlı hansısa bir istiqamətləndirmələri varmı? Mən məsəl üçün bu sual mənim üçün çox maraqlı olardı. Mənim özüm də bu sualın cavabını bəzən tapmağa çalışıram. İkinci etapda biz körtəbii şəkildə ali məktəbə daxil oluruq. Yəni balımız hara çatırsa, bir çoxu bəli, mən ali məktəbə daxil oldum, mən universiteti bitirdim. Plus burada valideynlərin də çox böyük həddindən artıq müdaxilələri var. Çünki valideynlərin əksəriyyəti müəyyən bir valideynlik sindromundan əziyyət çəkirlər ki, mən müəllim ola bilmədim, mənim övladım, qızım müəllim olsun. Mən həkim ola bilmədim,
mənim oğlum oxusun, həkim olsun və biz elə bir ki, valideyn olaraq bəzən o çatmadığımız, əldə edə bilmədiyimiz arzularımızı çalışırıq ki, uşaqlarımızın, övladlarımızın üzərinə yükləyək ki, onları hansısa bir şəkildə belə deyək də, o arzularımızın həyata keçməsinə görə. Bu da çox çətin bir vəziyyət yaradır və mən müsahibələrdə fərq etmir hansı yaş qrupunda, bir çox hallarda sual verdim ki, bu sahənin nə sizi motivasiya edib ki, seçmisiniz? Bir çox hallarda cavab eşidirəm ki, valideynlərimin dəstəyi ilə, yönləndirməsi ilə və bəli, ola bilsin ki, müəyyən bir vaxtdan sonra insan o vəzifədə işləyir, o sahəni yaxşı öyrənib, yaxşı mütəxəssis olub, amma ki, xoşbəxtdirmi? Bu suala cavab tapmaq çox çətin olur. Və ondan sonra isə gəldik universitetə, məktəbi bitirdi, ali məktəbə daxil oldu. Universitetlərin özündə də sadəcə belə deyək də, hansısa bir fundamental baza öyrədilir. Yəni sizi orada hazır mütəxəssis kimi yetişdirmirlər. Yəni sizə hansısa bir fundamental baza öyrədilir və ümumiyyətlə mən təhsili heç müzakirə etmək istəmirəm ki, bizim ali məktəblərdə də lazımi səviyyədə mütəxəssisi hazır vəziyyətdə iş dünyasına belə deyək təqdim edirlərmi? Yox. Çünki ola bilər ki, hansısa bir sonuncu kurslarda bir neçə aylıq təcrübə müddəti olur və bu təcrübə müddəti də müəyyən şirkətlər var ki, doğrudan da o təcrübə üçün tələbələri dəvət edir, onlara doğrudan da öyrətmək üçün bir mühit yaradır. Amma müəyyən şirkətlər də var ki, buna sadəcə çox barmaqarası baxırlar və tələbələrin özləri də təcrübə proqramını tamamlamağı qarşılama məqsəd qoyurlar. Misal üçün mən bunu da belə deyək də müşahidə edirəm. Nəticə etibarilə çox belə deyək, bu uzun danışığımı yekunlaşdırmaq istəyirəm ki, nə məktəb, nə də universitet bugünkü iş dünyası üçün hazır mütəxəssis yetişdirmir. Və bir çox hallarda özünüz də bilirsiniz ki, təhsil və şəxsin işlədiyi iş də öz üzərinə düşmür. Və yaxud da misal üçün də bunu bir də əlavə etmək istəyirəm ki, bir çox elanları siz bugünkü günü əgər analiz etsəz, görəcəksiniz ki, ali təhsil tələbləri var. Amma heç kim sual vermir ki, misal üçün, adi bir misal, ən sadə bir iş, qeydiyyatçı pozisiyası üçün mən elan vermişəm. Tələblər var. Okay, dil biliklərini qəbul edə bilərəm. Deyək ki, beynəlxalq şirkətdir, orada hansısa bir dildə danışmaq tələbi ola bilər. Aşağıda qeyd olunub ali təhsil mütləqdir. Axı qeydiyyatçı üçün ali təhsil vacib deyil. Və ona görə də insanlar bugünkü günü nə olursa olsun bir ali təhsil almağın, necə deyərlər, həvəsindədirlər. Və çox maraqlı bir, gülməli bir elanla mən illər əvvəl rastlaşmışdım. Elit ticarət mərkəzlərinin birində yerləşən marketlərin hansınasa paketləyici üçün elan veriblər və bu elanda qeyd olunur ki, paketləyici ali təhsilli olsun. Və mən təəccüblə ora baxıram ki, görəsən bu paketləyici, hansı ki kassada məhsulları müştərinin paketinə yığacaq bir adam nə üçün ali təhsil tələbi qoyulmalıdır? Çünki kör-körənə artıq biz hamıdan ali təhsil tələb etməyə alışmışıq. Və bunu müsbət tərəfə bağlamaq istədim ki, ola bilərmi ki, bu şəxsi onlar paketləyici kimi götürəcəklər, müəyyən bir vaxtdan sonra bunu inkişaf etdirə-etdirə onu daha belə deyək də, yaxşı yerlərə gətirəcəklər. Amma yenə deyirəm, təəssüflər olsun ki, bugünkü günü biz sadəcə ali təhsili düşünmədən kör-körənə şəkildə tələb edirik. Problemimiz budur. Problem budur. Sevinç xanım, ümumi danışığınızdan belə bir nəticəyə gələ bilirəm ki, karyera dedikdə biz xoşbəxt olduğumuz peşənin içində davamlı addımladığımız bir sahə nəzərdə tuturuq. Bəli. Peşə deyəndə sadəcə onun bir hissəsidir, yəni fiziki, texniki Yerinə olaraq yetirdiyimiz iş. yerinə yetirdiyimiz işlər nəzərdə tuturuq. Bəs HR gözü ilə belə baxsaq, düzgün karyera seçimi necə olmalıdır? Yenə mən bayaqki sualın bir növ təkrarı kimi başlamaq istəyirəm ki, karyera seçimi bu bir anlıq, bir gündə verilən bir qərar deyil. Çünki insan birinci növbədə öz-özünü çox yaxşı tanımalıdır. Yəni karyera seçimində tək insanın bilikli, bacarıqlı, təhsilli və s. olması rol oynamır. İnsanın burada xarakteri də çox böyük rol oynayır. Misal üçün belə deyək, hər bir insanın ümumiyyətlə mən bunu birinci dəyərlərə bağlayırdım. Hər bir insanın müəyyən bir dəyərləri var. Dəyərlər dedikdə biz nəyi nəzərdə tuturuq? Misal üçün insan var ki, təhlükəsizliyi çox sevir. Hansı mənada? Məsuliyyət götürməyi sevmir. Hansısa bir səbəblərə görə bu ola bilər. Aldığı tərbiyədən ola bilər və ümumiyyətlə xarakterində ola bilər. Adam məsuliyyət götürməyi sevməyən bir adamdır və biz ona hansısa bir məsuliyyətli işləri tapşırdığımız zaman və işi ilə əlaqədar o məsuliyyətləri öz üzərinə götürməli olduğu zaman
demək olar ki, o uğursuz olacaq. Və yaxud da ki, insanlar ekstravert və introvert kimi bir xarakteristikalara bölünürlər. Yəni adam introvertdir, amma biz onu birbaşa insanlarla ünsiyyətdə olan hansısa bir sahəyə yerləşdirmişik, təbii ki, uğursuz olacaq. İnsan belə deyək də, ekstravertdir, o danışmağı sevir, o ünsiyyəti çox sevir, amma biz onu hansısa bir analitik bir vəzifəyə təyin etmişik ki, o ancaq orada oturub müəyyən belə deyək də, konkret hansısa bir sahələrlə məşğul olmalıdır. Bu da uğurlu olmayacaq. Yəni peşə seçimində və karyeranın uğurlu olması üçün bu xüsusiyyətlər də çox vacibdir. Yəni şəxs özünü çox yaxşı tanımalıdır və o tanıdığı üçün də özünün xasiyyətinə, xüsusiyyətlərinə uyğun olaraq da sahə seçir. Valideynlər əslində burada çox gözəl bir vasitəçi rolunu oynaya bilərlər. Çünki heç bir psixoloq, heç bir müəllim qarşısındakı insanı onun valideyni qədər yaxşı tanımır. Misal üçün mən belə deyək, valideynlərə tövsiyə edərdim ki, uşağı hansısa bir yerə konkret olaraq yönəltməkdənsə, onun xüsusiyyətləri ilə bağlı bir müşahidə aparsınlar və ona hansısa bir şəkildə istiqamət verməyə çalışsınlar. Artıq bu məktəblə hansısa bir əlaqəli şəkildə həyata keçə bilər və yaxud da ki, valideyn öz övladını hansısa bir mentorun və yaxud da psixoloqun yanına göndərirsə, onunla məsləhətləşmiş bir şəkildə. Amma hökm kimi ki, sən mütləq şəkildə bu sahədə olmalısan, bu o qədər də yaxşı nəticə verməyəcək. Birinci bu. İkinci, mən bacarıq məsələsinə gəlmək istəyərdim. Bacarıq Onu soruşacaqdım sizdən ki, yəni bacarıqlar isə nədir? Bacarıqlar özünüz bilirsiniz ki, hard skills və soft skills, yəni ki, belə deyək, bu hard skilllər texniki bacarıqlardır. Soft skillləri Azərbaycan dilində çox yumşaq bacarıqlar kimi tərcümə edirlər. Amma əslində mən bunu yumşaq bacarıqlar kimi yox, davranış bacarıqları kimi ifadə etməyi çox sevirəm. Davranış bacarıqları. Yenə də deyirəm, genetik olaraq və yaxud da ki, böyüdüyümüz mühitdən asılı olaraq hər birimizin bir fərqli davranış tərzi var. Və bu davranış tərzi də bizim gələcəkdə seçdiyimiz peşəyə birbaşa olaraq təsir göstərir. Misal üçün də belə deyək, tutaq ki, insanın xarakteri kobuddur. Bu düzgün bir haldır ya səhvdir, biz bunu müzakirə etmirik. Sadəcə deyək ki, qarşımızdakı insan kobud bir insandır. O dəyişməyə də çalışa bilər, amma biz bu kobud insanı birbaşa müştəri xidmətlərində hansısa bir şəkildə təyin edirik və o düzgün bir nəticə verəcəkmi? Yox, özünüz bilirsiniz ki, daha böyük şikayətlər və s. olacaq. Ona görə də birinci dediyimiz kimi şəxsin özünü tanıması, ikincisi onun hansı bacarığa malik olması və üçüncüsü isə artıq onun o arzu və istəklərinə uyğun olan sahədə işləyib işləməməsi bu karyera seçiminə birbaşa təsir göstərir. Yəni sualı belə cavablandırardım. Belə Hə. başa düşürəm. Hə. İndi mən deyim, siz də daha doğru versiyanını mənə deyin. Hı. Biz normalda ümumi olaraq deyirik ki, filan bacarıqlar uşaqlarda olmalıdır, tələbələrdə Hı. olmalıdır. Bunu siz sadəcə onu tanıdıqdan sonra qərar verə bilirik. Beləmi deyirsiniz? Yoxsa məsəl üçün kommunikasiya, bu və s. bu bacarıqlar avtomatik olaraq hər kəsə öyrədilməlidir? Mütləq şəkildə. Çünki müasir dövrdə ümumiyyətlə son dövrlərdə siz də yəqin ki, çox hiss edirsiniz və eşidirsiniz ki, AI gəlir və artıq yavaş-yavaş hər şey digitallaşmağa doğru gedir və bir çox peşələr artıq tarixə qovuşur, insan faktoruna olan ehtiyac azalır və belə bir dövrdə artıq ən çox lazım olan şey emosional intellektdir. Yəni davranış qaydalarıdır. Yəni bugünkü günü bilik, bacarıq, texniki olaraq çox yuxarı səviyyədə olan insanlar ola bilər. Dediyim kimi, əsas bu da nədən irəli gəlir? Ümumiyyətlə bugünkü gün insanlar həddindən artıq çox smartfonlara və yaxud da informasiyanı kənardan almağa açıq qapılar çoxdur. Misal üçün əvvəllər biz nəyisə öyrənməkdən ötürü nə etməli idik? Mütləq şəkildə kimdənsə bunu öyrənmək və yaxud da ki, ən yaxşı halda kitabdan öyrənirdik. Yenə də gedirdik biz bunu müəllimlə və yaxud da ki, həmkarlarımızla, yoldaşlarımızla müzakirə edirdik. Amma bugünkü günü biz evdə YouTube-a baxıb nəyisə çox rahat şəkildə öyrənə bilirik və digər belə deyək də digital platformalardan istifadə edib təlim keçməkdən ötürü hansısa bir qrup yaradıb təlimə getməyə ehtiyac yoxdur. Siz pulunu ödəyib internetdən ən yaxşı istədiyiniz təlimi alıb onu oxuyub, hətta belə deyək də mən hal-hazırda bir beynəlxalq kvalifikasiya almaqdan ötürü təlimə qatılmışam və mənim müəllimim orada deyək ki, bir dənə botdur. Adı var, danışır, mənə bütün dərsi izah edir, amma mənim qarşımdakı insan canlı insan deyil. Və bunun nəticəsində öyrənmək həddindən artıq çox asan olub bugünkü günü. Amma ki, bu insanların həmin o dediyimiz o soft skill dedikləri o davranış bacarıqları demək olar ki, yoxdur. Ünsiyyət problemi həddindən artıq çoxdur. Amma iş mühiti elə bir mühitdir ki, burada bir komanda var.
Siz burada individual olaraq nəticə göstərə bilməyəcəksiniz. Və hətta elə işlər var ki, ola bilsin ki, orada siz tək fərd olaraq müəyyən bir uğur əldə edəcəksiniz, amma yenə də nəticə etibarilə bu gedir iş mühitində hansısa bir komanda işinə gəlir, bağlanır. Və komandada siz artıq işləyə bilmirsinizsə, bu belə deyək də sizin bilik bacarıqlarınızın ikinci plana keçməsinə səbəb olacaq. Yəni yaxşı mütəxəssis ola bilərsiniz, amma yaxşı işçi kimi biz sizi komandada saxlaya bilməyəcəyik. Ona görə də bugünkü gündə həddindən artıq çox vacibdir ki, həmin o texniki biliklərlə yanaşı, həmin o davranış bacarıqları da olsun. Əks halda təəssüflər olsun ki, o mütəxəssisin o şirkətə verəcəyi, o komandaya verəcəyi belə deyək də töhfələr demək olar ki, gözə görünməyəcək. Sevinç xanım, Hı -hı. bir neçə bacarıq saydınız. Bunlardan da ən önəmlisi emosional zəka dediniz. Emosional zəka daxil olmaqla digər bacarıqlar haqqında biraz istərdim ki, məlumat verəsiniz. Nədir emosional zəka? Aha, emosional zəka əslində çox geniş bir anlayışdır. Mən uzun-uzadı burada onun haqqında danışmayacağam. Sadəcə onun bir neçə hissəsindən danışacağam. Birinci növbədə dediyim kimi, emosional zəka insanın özünü tanımasıdır. Yəni hər şey buradan başlayır. Və ikinci isə bu artıq digərləri ilə əlaqəyə keçmə prosesində istifadə olunan digər xüsusiyyətlərdir. Misal üçün, emosional zəka haqqında yenə təkrar edirəm, çox geniş danışmaq olar. Mən sadəcə sırf iş mühiti üçün fokuslanacağam bu mövzuya. Emosional zəka özünü başqalarının yerinə qoymaq kimi bir çox hallarda başa düşülür. Amma əslində bu o demək deyil ki, mən özümü sizin yerinizə qoyuram, bunu bir belə deyək də səhnələşdirirəm və s. yox. Emosional zəka odur ki, iş mühitində bizdən nə tələb olunur və mən o yerdə olsaydım, mən necə hərəkət edib bu vəziyyətdən çıxış yolu tapardım. Yəni mənim belə deyək də müşahidələrim nəyi göstərir? Misal üçün siz komandada işləmək üçün gəlmisiniz bu şirkətə. Amma siz komanda bacarığınız yoxdursa, individual olaraq belə deyək də təhsildə də, məktəbdə də tək olmusunuzsa, misal üçün bugünkü gün özünüz bilirsiniz ki, uşaqlar hansısa bir qrup oyunlarına çox da elə maraqla necə deyərlər, yanaşmırlar. Mən bunu özümüzün belə deyək də yaxınlarımızda da görürəm. Uşaqlar otaqdan çıxmaq istəmirlər. Uşaqlar bütün günü ya tək kitab oxuyurlar, əgər kitab oxuyurlarsa, ya tək telefonda nə ilənsə məşğuldurlar. Ünsiyyət demək olar ki, çox aşağı düşüb. Birinci növbədə belə deyək, insanlarda ünsiyyət bacarıqlarını inkişaf elətdirmək lazımdır. Çünki emosional zəka sözündən biraz burada necə deyərlər, uzaqlaşırıq, keçirik bu davranış belə deyək xüsusiyyətlərinə. Birinci növbədə ünsiyyət. Çünki ünsiyyət hər şeyin açarıdır. Ünsiyyət yoxdursa, biz şəxsin yaxşı mütəxəssis olduğunu da bilməyəcəyik, yaxşı insan olduğunu da bilməyəcəyik, onun nə istədiyini də bilməyəcəyik. Çünki insanda birinci növbədə ünsiyyət bacarığı çox vacibdir. Və bugünkü gündə əslində bizim qarşılaşdığımız ən böyük problemlərdən birisi ünsiyyət bacarığıdır. Ünsiyyət sadəcə iki nəfər arasındakı bir dialoq deyil. Bu həm də eyni zamanda özünü təqdim etmə bacarığına gətirib çıxarır. Çünki siz yaxşı ünsiyyət qura bilmirsiniz, özünüzü yaxşı təqdim də edə bilməyəcəksiniz. Adı yadımdan çıxıb bir Amerikalı çox məşhur bir şoumenin bir kitabını oxumuşdum mən. Adam dövründə demək olar ki, ünsiyyətə girə bilməyən bir şəxs olub və qarşısına məqsəd qoyub ki, mən bu bariyerimi mütləq şəkildə aşmalıyam və öz üzərində çox çalışıb, çox danışıb və onu elə olub ki, hansısa bir radio aparıcısı xəstələndiyi üçün dəvət ediblər hansısa bir radio verilişi aparmağa ki, başqa çıxış yolumuz yoxdur və bununla da onun sanki elə bir ki, qarşısındakı bütün maneələr açılıb və o çox böyük həyəcan, stres keçirib, amma çox uğurlu bir veriliş aparıb və sonradan o 2022-ci ildə vəfat elədi və ona qədər demək olar ki, dünyanın elə bir siyasətçisi, elə bir tanınmış müğənnisi və yaxud da siyasi xadimi yox idi ki, adam onlardan müsahibə alıb hamını maraqlandıran sualların cavabını onlardan almamış olsun. Və onun kitabında bir maraqlı fikir oxumuşdum ki, əgər bir insan tək hansısa bir kafeyə gedirsə və orada özü üçün nəsə bir sifariş edib tək içə bilirsə kofesini, deməli bu insan çox şeylər edə bilər. Və ikinci bir maraqlı sual da orada nə idi ki, kitabın başlanğıcında sizə sual verirdi ki, nəyi seçərdiniz? Tanımadığınız bir məclisə gedib oradakı insanlarla ünsiyyət qurmağı, yoxsa heç vaxtı paraşütdən atılmadığınız halda göydən yerə paraşütdən atılmağı mı? Və mən deyim ki, mənim o şəxs öz kitabında yazır ki, təlimlərində bir çoxları paraşütdən atılmağı seçirlər. Doğrudan da əslində dərin fikirləşəndə bu
tanımadığın insanlarla ünsiyyət qurmaq elə də asan bir məsələ deyil. Birinci növbədə bu ünsiyyətdən başlayır. İkinci növbədə həmin o emosional intellektin ikinci hissəsi biz bunu canı yananlıq adlandıraq. Nə mənada? Misal üçün, iş kollektivi, iş mühiti elə bir mühit ki, burada daimi rəqabət var. Və bu rəqabət düzgün meyarlar və düzgün şəkildə aparılmalıdır. Yəni rəqabət başqasının uğurunun üzərindən xətt çəkərək və yaxud da onu əzərək, tapdalayaraq olmamalıdır. Və biz əslində emosional intellekt deyən zaman özünü başqasının yerinə qoymaq vərdişini aşılayan zaman bunu nəzərdə tuturuq. Yəni uğur birlikdə əldə edilən bir meyar olmalıdır və ego və s. kimi xüsusiyyətləri biz buradan demək olar ki, uzaqlaşdırmalıyıq. Yəni bugünkü cəmiyyətdə biz gəncləri bu şəkildə yetişdirə bilsək, gənclərin umski texniki bilikləri demək olar ki, çox yerindədir. Onlar özlərinə əmindirlər, özlərinə güvənirlər, amma belə deyək də bu xüsusiyyətləri də biz onlarda biraz daha inkişaf etdirsək, bu çox yaxşı nəticə verəcək. Amma əvvəlki gənclərlə müqayisə etdikdə isə, əvvəlki gənclərdə bu xüsusiyyətlər daha yuxarı həddə idi. Bəlkə o dövrün tələblərindən və s. irəli gəlirdi. Bu gənclərdə isə bu biraz daha belə deyək də aşağı səviyyədədir və bunu əslində belə deyək inkişaf etdirmək lazımdır. Birinci növbədə ünsiyyət bacarıqları, ikinci növbədə isə həmin o dediyimiz komandada işləmək, komandada münasibətləri qurmaq və s. bacarıqları. Sevinç xanım, tez-tez LinkedIn-də, müxtəlif sosial media platformalarında biz belə bir cümlə eşidirik ki, bəs biz təcrübəsiz necə işə gedək? Məsələn, şirkətə gedirik, şirkət bizə deyir ki, təcrübədir. Yəni sən məni işə almasan mən təcrübəni hardan əldə eləyim deyə belə bir suallar yaranır. Siz təcrübəsiz gəncləri işə alırsınızmı? Əlbəttə. Mən ümumiyyətlə bunu da başa düşə bilmirəm. Açığı və ünsiyyətdə olduğum bir çox işə götürənlərə bunu izah etməyə çalışıram ki, təcrübə ümumiyyətlə siz nəyə deyirsiniz? Yəni ki, birinci gəlin bu suala cavab tapaq. Misal üçün var sahə üzrə təcrübə. Deyək ki, biz bir neft-qaz mühəndisi işə götürürük və həmin o şəxsin neft-qaz sahəsi üzrə bizə lazımdır minimum 5 illik, 10 illik təcrübə. Bu hansısa bir layihənin həyata keçirilməsi üçün vacib olan bir xüsusiyyətdir. Bir də var ki, təcrübə. İş təcrübəsi 10 il olsun. Və mən yenə də neft-qaz sahəsində bir mütəxəssis götürməyə çalışıram, amma 10 il bu adam müxtəlif yerlərdə çalışıb. Hətta restoranda ofisiant işləyib və yaxud da ki, mağazada satıcı işləyib, amma təcrübə var. Yəni biraz mənim misalım kobud səslənsə də, təcrübənin nə olduğunu birinci növbədə biz özümüz üçün aydınlaşdıraq. Təcrübə nədir? Misal üçün belə deyək, elə sahələr, elə belə deyək, peşələr var ki, orada təcrübə onsuz ki qazanılır. Misal üçün siz əgər düşünürsünüzsə ki, mən hansısa bir yenə də sadə bir peşədən başlayıram. Qeydiyyatçı üçün mən yenə də 3 illik təcrübə tələb edirəm. Onda belə çıxır ki, siz istəyirsiniz ki, artıq yetişmiş bir adam ki, o artıq müştərilərlə ünsiyyəti bacarır, telefon zənglərinə cavab verməyə bacarır. Bu elə xüsusi bir hal deyil ki, onun üçün uzun bir vaxt lazım olsun. Ümumiyyətlə belə deyək də, bir çox bacarıqlar 6 ay ərzində öyrənilə bilər. Biz sadəcə potensiala fikir verməyi mən tərəfdarıyam. Yəni siz potensial axtarmalısınız. Var high prolar, high professionallar, yəni yüksək təcrübələr, bir də var high prolar, yəni ki, yüksək potensiallar. Gəlin biz potensialı kəşf edə bilək. Əslində müsahibə prosesi həmin o potensialı kəşf etməkdən ötürü olan bir prosesdir. Mən çox təcrübəli mütəxəssislər görmüşəm ki, onların entuziazmı yoxdur. Onların belə deyək də işə həvəsləri yoxdur və yaxud da ki, mən başa düşürəm ki, bu layihədə onlar mənə istədiyim nəticəni verməyəcəklər. Amma onun yanında müsahibə etdiyim digər bir paralel müsahibə etdiyim daha az təcrübəli bir gənc və yaxud da ki, gənc olmasın digər bir mütəxəssis, mən görürəm ki, onun potensialı daha çoxdur, onun entuziazmı daha çoxdur, o daha çox verimlidir və mən daha yaxşı bir nəticə əldə edəcəm. Sadəcə bugünkü günü müsahibə prosesi keçirmədən kimlərisə konkret həmin o çərçivələrlə, iş elanlarında verdiyimiz çərçivələrlə məhdudlaşdırıb istədiyimiz namizədlərə bizə gəlməsinin qarşısını almağı da mən doğru hesab etmirəm. Çünki mən yenə deyirəm, təcrübə olmalıdır. Texniki təcrübədən söhbət gedirsə, bəli, hər hansı bir sahə ilə bağlıdır, amma digər sahələrdə biz bu təcrübəni özümüz də verə bilərik. Və ümumiyyətlə mən bir də prosesə necə baxıram? Bütün müəssisələr, bütün rəhbərlər əgər təcrübəli mütəxəssis işləyirsə,
istəyirlərsə, bəs onda biz cəmiyyət üçün hansı şəkildə faydalı oluruq? Yəni hər bir şirkətin özünə görə bir o sosial məsuliyyət hissi də olmalıdır. Yaxşı olar ki, gəlin biz bu mütəxəssisi yetişdirək və onu əmək bazarına buraxaq və qoy desinlər ki, məsəl üçün bu mütəxəssis bu şirkətdən çıxıb və orada çox gözəl bir təcrübə əldə edib və mən sizə deyim ki, mənim əvvəl işlədiyim şirkətdə biz bu prosesi çox gözəl bir şəkildə həyata keçirmişdik. Gəmi qayırma sahəsində işləyirdik və orada mütəxəssis tapmaq, ələxüsus da bu fəhlə peşələri üçün çox çətin idi və biz nə qərara gəldik? İşsizlik problemi o vaxt Azərbaycanda var idi. Gəlin onları cəlb edək, onları yetişdirək və sonradan nə baş verdi? Bu sahədə, bu sektorda fəaliyyət göstərənlər bizim şirkətdə işləyən mütəxəssisləri demək olar ki, müsahibəsiz götürdülər ki, onlar çox gözəl bir məktəb keçiriblər. Və biz nə etdik? Biz sanki həmin o sahə üçün bir sosial məsuliyyət layihəsini təmənnası olaraq həyata keçirmiş olduq ki, mütəxəssislər yetişdirdik. Mən düşünürəm ki, təcrübə tələb etdiyimiz zaman əslində bu təcrübədən çox ordakı potensiala fikir verməyi mən tövsiyə edərdim. Sevinç xanım, Mhm. bayaq bir neçə statistika bizimlə bölüşdünüz və dediniz ki, ali təhsil alanların sayı ölkəmizdə götürülükdə nisbətən o qədər də düşündüyümüz qədər çox deyil. Düzdür, bir hissə peşə təhsilinə yönələcək, Allah qoysa yavaş-yavaş var, bir tendensiyalar var. Amma ali təhsil almaq istəyənlərə, məsəl üçün yeniyetmələr bəzən valideynlərinə deyirlər ki, "Biz oxumaq istəmirəm." Oxumaq istəmirəm deyən bir uşağı valideyn həvəsləndirsinmi oxumağa, yoxsa necə olsun bu proses? Onu hansısa bir formada həvəsləndirsin ki, filan şeylərə görə sən oxumalısan ki, bu həmişə işə yaramır. Yoxsa başqa bir sahəyə yönləndirsin. Bu prosesi ümumiyyətlə necə idarə eləyərsiniz? Əslində çox maraqlı bir sualdır və çox, deyim sizə ki, vacib bir sualdır. Mən orta məktəbdə oxuduğum vaxtda yadıma gəlir ki, əmək dərsləri olurdu və əmək dərsləri 2:45 dəqiqəni əhatə edirdi. Və mən, artıq böyüyüb bu iş mühitinə alışdıqdan sonra mən həmişə onu fikirləşirdim ki, ilkin etaplarda ki, axı bu əmək dərsi kimi, belə deyək də, rahat və sadə dərsi nə üçün 2 dalbadal 45 dəqiqə verirlər? Niyə bu fizika deyil, niyə bu riyaziyyat deyil və digər fənlər deyil? Mən indi başa düşürəm ki, əslində o dövrdə məktəblərdə şəxslərin, şagirdlərin peşə seçimi üçün çox, maraqlı və münbit bir mühit idi bu. Nə nöqteyi nəzərdən? Qızlar ayrı qrupda, oğlanlar ayrı qrupda. Oğlanlara dülgərlik, xarratlıq və sair sahələri öyrədirdilər. Qızlara toxuculuq, dərzilik, yemək bişirmək kimi bir sahələri öyrədirdilər və bu bir növ əslində həm peşə seçimi üçün bir, necə deyərlər, yol idi. Həm də digər tərəfdən elə bil ki, bir müstəqil həyata, həmin o şəxsi hazırlamaq kimi bir, necə deyərlər, məqsəd daşıyırdı mənə görə. Əslində bəli, valideynin ən böyük arzusu nədir? Valideynin ən böyük arzusu odur ki, onun övladı təhsilli, uğurlu, yaxşı bir peşə sahibi olsun və bu çox ali bir, istəkdir. Mən bu istəyi təqdir edirəm. Amma özünüz bilirsiniz ki, belə deyək də, IQ nöqteyi nəzərindən hamının, oxuyub nəyisə mənimsəmə qabiliyyəti eyni deyil. Misal üçün insanlar var, humanitar, fənlərə daha maraqlıdırlar. İnsanlar var, daha çox texniki fənlərə maraqlıdırlar. Yəni ki, dərin-dərin bunu, araşdıranda o, belə deyək, adult learning-i mən analiz edəndə orada müxtəlif, belə deyək də, öyrənmə, metodları və öyrənmə qabiliyyətinə malik olan insanları qruplaşdırırlar. Uzun-uzun bu barədə danışmayacağam. Sadəcə onu demək istəyirəm ki, hər bir adam oxuyub alim olmaq məcburiyyətində deyil. Yəni bəziləri çox gözəl sənət sahibi ola bilərlər. Hansı ki, biz bunu bugünkü günü qarışdırırıq ki, sən mütləq şəkildə ali təhsil almalısan və oxumalısan. Amma bu insan bəlkə də hansısa bir sənətə özünü həsr eləsəydi, ortalığa çox gözəl bir bəlkə də bir, necə deyərlər, iş adamı belə çıxa bilərdi. Hansı ki, mən yenə də müəyyən bir iş adamları ilə əlhəqqə və bu kiçik və orta biznes sahəsindən olan, şəxslərlə görüşəndə görürəm ki, bəli, ali təhsil alıb, harda oxuyub, deyir ki, mən, Bakı Dövlət Universitetində misal üçün arxivşünaslıq və yaxud da kitabxanaçılıq fakültəsini bitirmişəm. Təəccüblə baxıram ki, sizi ora aparan nə idi? Balım ora çatdı və yaxud da ki, valideynlərim məndən, dedilər ki, ali təhsilli olmalısan və mən də nə etdim? Oxudum. Eee Ümumiyyətlə adam, kitabxanaçılığı oxuyub və kitab sevmir. Yəni o kitab sevmək məcburiyyətində deyil. Bugünkü günü çox gözəl bir biznes qurub və o biznesdə sözün əsl mənasında belə deyək də mebel biznesi qurub və o biznesdə çox gözəl belə deyək də işlər ortaya qoyur. O nöqteyi nəzərdən, mən, nəyə gətirirəm, təkrar sözümü ki, mütləq şəkildə valideynlər
uşaqlara savadlı olmağı aşılamalıdırlar. Çünki dediyimiz kimi ilkin savad, hesablama, yazı yazma, özünü ifadə etmə və s. bu çox vacibdir. Amma oxuyub ali təhsilli olmaq bu o deməkdir ki, bu təhsilli mənə öyrətdiyi hansısa bir peşəni və sahəni mən gedib hardasa bir yerdə tətbiq etməliyəm. Amma mən özümü o sahədə görmürəmsə, bu sadəcə bir vaxt itkisidir. Çox insanlar mən görmüşəm ki, onlar universitetdə oxuyublar və yaxud da ki, magistratura oxuyublar və oxuduqları həmin o dövrləri mənim 4 ilim, 5 ilim boşa getdi deyə bir fikir səsləndirirlər. Yəni indi bunun digər bir tərəfi də var da. Əgər o pulsuz təhsilə düşübsə, dövlət onun üçün nə qədər vəsait xərcləyib, amma yaxşı bir mütəxəssis kimi o bizə geri qayıtmadı. Yox, əgər o pullu təhsilə düşübsə, valideyn onlar üçün nə qədər təhsil haqqı, hansı ki, bunu onu daha başqa bir yerdə istifadə etmək üçün o məbləği yönləndirə bilərdi. Yəni ona görə də valideynlər əslində uşaqları düzgün şəkildə yönləndirməlidirlər ki, oxumaq hissi onlara aşılanmalıdır. Amma əgər bu uşağın hansısa bir sənətə, hansısa bir sahəyə doğrudan da marağı varsa, onu ora yönləndirmək daha fayda verəcək və əslində onu düzgün şəkildə ora yönləndirib o işi idarə etməyi öyrətmək daha onun üçün faydalı olacaq. Nəinki gələcəkdə heç vaxt istifadə etməyəcəyi hansısa bir diplomu əldə etməsi üçün vaxt sərf etməsinə. Buradan heç bir tərəf qazanmış olmur. Bəli. Yəni tərəflərin heç birisi buradan artıq qazanmır. Gənc xanım, belə bir ümumiləşdirici bir sualım var. Belə süni intellektə doğru çox sürətli gedirik. Bəli. Necə hazırlaşaq ora doğru? Valideynlər neynəsin? Şagirdlər neynəsin? Tələbələr neynəsin? Universitet təhsil sistemi olaraq neynəməliyik ki, hansı kompetensiyalarımız olmalıdır, ona hazırlayaq da. Bir neçəsini saydaladınız. Amma əlavələriniz varsa ümumiyyətlə. Əslində bu 2013 və 2025-ci illər arasında doğulanlar, bu alfa nəsil adlandırdığımız nəsil, ilk nəsil ki, onlar 100% belə deyək də, o smartfon, ondan sonra ümumiyyətlə bu texnoloji digitalizasiyanın içindədirlər. Smartfon nəyə görə mən ilk deyirəm? Çünki bugünkü günü hər bir uşağın əlində mütləq şəkildə bizim ala bilmədiyimiz bir belə deyək də, müasir alət nədir? Telefondur. Yəni bu uşaqlar artıq həmin o prosesin içindədirlər və özünüz də görürsüz ki, hətta mənim özüm belə telefonda edə bilmədiyim bir çox şeyləri 5-6 yaşında uşaq çox rahat bir şəkildə, çox sürətli bir şəkildə edir və onlar artıq məntiqlə də bunu, necə deyərlər, bu prosesi idarə edə bilirlər. Ümumiyyətlə dövr çox sürətli şəkildə dəyişilir. Bu dəyişikliklərə necə deyərlər, uyğunlaşmaq istər böyüklər olsun, istər belə deyək də, bu orta gənclər olsun, hansı ki 90-cı illər və ondan əvvəlki olanları nəzərdə tuturam. Onlar üçün müəyyən qədər görürəm ki, çətinliklər yaradır, amma bu biri o 2000-ci ildən bu yana gələn gənclər isə daha sürətli bir şəkildə. Mən bunu birbaşa öz iş müşahidələrimdə daha çox müşahidə edirəm. Yəni fakt olaraq mən bunu görürəm. Nə etməliyik? Təbii ki, dövrümüz gündən-günə çox sürətli şəkildə dəyişilir və biz bu dövr üçün aydın məsələdir ki, bu texnoloji proseslərə uyğunlaşmağı bacarmalıyıq. Amma hər şeyə biz uyğunlaşa biləcəyikmi? Çünki sürətli dəyişiklik dövründə mən düşünmürəm ki, bu da o qədər asan və əlçatan olsun. Ona görə də əgər biz gənclərə hansı şəkildə məsləhət verərdim, tövsiyə edərdim deyirsinizsə, istər məktəblərdə, istərsə də universitetlərdə onları bu digital əsrə hazırlayan bir infrastruktur, bir resurslar olmalıdır. Yəni bir var ki, mənim özümün öyrəndiyim hansısa bir metodologiyalar və sairələr oxuyuram, araşdırıram və yaxud da ki, özümün belə deyək də imkanlarımla nələrsə etməyə çalışıram. Amma əgər təhsil müəssisəsisə, aydın məsələdir ki, təhsil müəssisələri artıq bu necə deyirlər, elektronlaşmaya, digitallaşmağa doğru getməlilər. Universitetlərdə bu bazalar varmı ki, onlara müasir həmin o belə deyək də dövrün tələblərinə uyğun şəkildə dərslər keçirilsin və onlara həmin o tələblərin hamısı öyrənilsin. Bax mən bu sual mənim üçün çox maraqlıdır. Mən düşünürəm ki, əslində ali məktəblər də bunu yavaş-yavaş başa düşürlər və ona doğru gedirlər. Yəni birinci növbədə mən düşünürəm ki, təhsil müəssisələrində bu infrastruktur yaradılmalıdır. Bu digitallaşmış tam belə deyək də necə deyərlər, müasir tələblərə cavab verən infrastruktur yaradılmalıdır. Texniki tərəf bu şəkildə həll olunur. Emosional tərəf isə artıq belə deyək də müxtəlif digər sahələrə düşür. Misal üçün bir maraqlı faktı da mən
araşdırdım bu son dövrlərdə həddindən artıq çox psixoloqların meydana çıxmasına əlaqədar ki, necə oldu da belə bir bum yarandı? Yəni əvvəllər biz ümumiyyətlə psixoloqları, mentorları, təlimçiləri o qədər də çox görmürdük də. Bugünkü günü buna sanki bir ehtiyac var. Hətta LinkedIn özünü də açsaq görürük ki, karyera koçları var, psixoloqlar var və s. var. Hardan bu bum yarandı və ümumiyyətlə bu buma bir ehtiyac varmı? Əslində məlum oldu ki, bəli, son dövrlərin ən çox tələb olunan peşələri dünya üzrə psixoloqlardır. Çünki nəyə görə? İnsanlar artıq bir çox psixoloji problemlər yaşayırlar. Həmin bu digitalizasiya, bu sürətli, necə deyərlər, bu texnoloji əsrə qədəm qoyduqları ilə bağlı və ən çox da o bayaq qeyd etdiyim kimi o ünsiyyət məsələləri, davranış məsələləri və s. ona görə də son çarəni belə deyək də psixoloqlara və yaxud da hansısa bir mentorlara, koçlara yönəlməkdə görürlər və təbii ki, çox təcrübəli və çox bacarıqlı insanlar da var və fürsətdən istifadə edib hansısa bir şəkildə bu necə deyərlər, insanları əslində düzgün yola yönəltməkdənsə yanlış yola yönləndirən şəxslər də var. Yəni çox belə bir təhlükəli vəziyyət yaranıb. Belə bir cümlə eşitmişdim bu süni intellektin yaradıcılarından biri yanılmıramsa demişdi. Der ki, bu dövrün problemi ondan ibarət süni intellektin problemi. İnsan əslində yavaş-yavaş inkişaf edən varlıqdır və biz ona uyğunlaşa bilmirik. Bəli. Çox sürətli Sürətlə, gedir. bəli, Biz bəli. onun birini öyrənənə kimi başqası yaranır. Birini Bəli, öyrənənə bəli, başqası bəli. yaranır. Bu problem bundan Hı. ibarətdir. Sevinç xanım, təşəkkür edirəm gəldiyinizə görə. Mənə gəlir ki, hər tərəfli və bir çox insanlar üçün maraqlı olan sualları cavablandırdınız. Xüsusən də iş dünyasına qədəm qoyanlar üçün təşəkkür edirəm. Çox sağ Yaxşı olun, gəldiniz. təşəkkür edirik. Sağ olun Çox- bir daha dəvət Sağ olun. etdiyiniz üçün.